Zəhra mediasıdır. Anamızın, müqəddəs anamızın adını daşıyan bir mediadır. Kərbəla, Seyyid-i Şühədə əleyhissalamın getdiyi yol bu məktəb, Əhl-i Beyt məktəbi və Zəhra mediasıdır ki, o Kitabullah və İtrəti iki ağır səqələyn prinsipini yaşadır. Və siz də bu prinsipi yaşatmaqda dəstəkçi olun. Bugün bu şans, bu fürsət var. Bu sizlər üçün də bir məsuliyyətdir. Bugün bu medianı yaşatmaq bizlərin borcudur. Ramazan ayına sayılı günlər qaldı artıq əziz izləyicilər. Ona görə bəsirətli möminlərə səslənirəm. Maddi, mənəvi dəstəklərinizi əsirgəməyin. Çünki bu dəstəklərinizlə siz böyük bir xidmətə yardım edirsiniz. Bunun səbəbi ilə, bu medianın səbəbi ilə dünyanın dörd bir yanından hər hansı bir dərdli insan, hər hansı bir müşkülü olan insan məhz Kərbəlaya doğru yönəlir, bu gözəlliyi görür, bu fəzadan mənəviyyat, bu fəzada huzur, aramlıq bulur. Siz də bu aramlığa o kimlərinsə müşkülü olan insanların problemlərinə şərik olursunuz, dəstək olursunuz, özünüz də bilmədən. Amma Allah bilir, Allah qatında bunların hər bir zərrənin, xeyir əməlin böyük savabı var və sizlər üçün qeyd olunur və qiyamət günündə namə əməlinizdə gözəl bir şəkildə təqdim olunacaq.